Salam aleykum əziz müsəlmanlar. Deməli, əgər xatırlayırsınızsa, mən bir paylaşım elədim. Orada Əmir el-Müminin Əli əleyhissalama böhtan atılmışdı. Güya Həzrəti Əli əleyhissalam içkili pişnamaz olubdu və Allah ayə yollayıbdı ki, içkili namaza yaxınlaşmayın. Və ikinci böhtan da budur ki, güya Həzrəti Əli əleyhissalam Kafirun surəsini belə düzgün oxumayıbdı. Baxın ha, kim ha, Natiqi Quran. Təbii ki, bunlar hamısı məqsəd yönlüdür. Bunlar istəyirlər ki, təbii ki, Həzrəti Əli əleyhissalamı elə bir dərəcəyə salsınlar ki, öz xəlifələrini qaldırmaqdan ötəri. Bu mümkün olan bir şey deyil. Yadıma bir şey düşdü. Ömər ibn Xəttab, bunların xəlifəsi, Beyhəqi yazır, Qurtubi yazır və s. və ilaxır mənbələrdə gəlir. Yəni, müəlliflər yazıblar ki, Ömər ibn Xəttab Bəqərə surəsini 12 ilə öyrəndi. Amma Həzrəti Əli əleyhissalam Natiqi Quran idi və bu da Əhl-i Sünnə mənbəyində gəlir ki, Həzrəti Əli deyir ki, Quranın hansı surəsini, hansı ayəsinin nə vaxt gəldiyini, hətta yatılı olsam belə, gecə nə vaxt istəsəniz məni oyadın, mən deyim onu. İndi kimi kiminlə bir tərəziyə qoymaq istəyirlər. Vallahi deyirəm, baxın, düz 70 yerdə gəlir. Əbu Bəkir də, Ömər də, Osman da deyirlər ki, əl olmasaydı biz batardıq. Həlak olardıq. İndi Həzrəti Əli əleyhissalamın fəzilətini bunlar gizlətmək istəyirlər, amma bilmirlər ki, Həzrəti Əli əleyhissalam bir nurdur, onu söndürmək olmaz. Elə qardaş da gözəl yazıb, Nizami Gəncəvidən, günəşi örtsə də qara bulutlar, onun günəş adlı bir qüdrəti var. Bəli, Əmir el-Müminin Əli əleyhissalam bir nurdur. Onu gizlətmək mümkün deyil. Həzrəti Əli əleyhissalam bir müşkdür. Necə ki, müşkü gizlədərsən, ətri bir o qədər yayılar. Həzrəti Əli əleyhissalamın da fəzilətini heç kim gizlədə bilməz. Ümumiyyətlə, baxın, kimisə Allah uzaldıbdırsa, heç kim onu alçalda bilməz. Heç bir bəndənin gücü deyil ki, onu alçalsın. Kimisə Allah alçaldıbdırsa, heç kim də onu qaldıra bilməz. Yəni, bu Allahın hökmüdür. Və salam şu tamam. Əmir el-Müminin əleyhissalam o kişiydi ki, Peyğəmbər onun barəsində demişdi. Mən elm şəhəriyəm, əl onun qapısıdır. Vəssalam, elmin qapısı Həzrəti Əli əleyhissalamdır. Həzrəti Əli əleyhissalam ola bilərmi ki, Quranın hər hansı bir surəsinin, ayəsini bilməsin və yaxud yanlış desin. Həzrəti Əli əleyhissalam Tövratı, İncili, Zəburu bilən adam idi. Dünyavi elmləri bilən adam idi. Dini elmləri bilən adam idi. Mümkün olan bir şey deyil. Yəni, indi bunlar istəyirlər ki, gətirsinlər, belə eləsinlər, amma mümkün olan bir şey deyil. Hətta bir misal çəkim sizə. Cəfər Təyyar, məsum deyil, bir şey deyil. O belə cahiliyə dövründə nə zina eləmişdi, nə də şərab içmişdi. İndi bunlar ki, deyir Həzrəti Əli əleyhissalam içkili namaza yaxınlaşıb, namaz qılıb, vay olsun onlara. Başqa bir şey demirəm, həqiqətən vay olsun. Əqidənizdə şübhə eləməyin və bilin, Peyğəmbərdən sonra haqq yolu Əli yoludur. Qiyamətə kimi, ya Əli,